Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bu günlər sizə 2 mərtəbə manat betonla gözəl bir ev çəkib sizə təqdim edirəm. Bu evimizin fasadınısıdır. Daxil olunuq evin həyətinə. Ev çoxdanın tikilişidir. Qoşadaşdır, manat betonlandır. Çoxdan tikilmiş ev təmir olunub, indisə çıxarılıb satışa. Bu evimizin görünüşüdür. O belə bir həyəti var. Həyətdə bir navesi, mətbəx mebeli yığılıb. Evimiz tam mülkiyyətli, çıxarışlıdır. Kürsülüdür. İnsə dağılıq evin içərisinə. İsti poldur. Burada bir sanuzildir. Güzel zalı var. Burada ise ikinci yatağı otağıdır. Evimiz çok möhtəşəm bir evdir. Güzel divar kağızlarla işlənilib, bahalı kağızlarla işlənilib. Patoloğa görürsünüz, güzel dizayn verilib. Burada üçüncü yatak otağıdır. Evin arkası boştur, pəncərələr maneəsizdir. Evin arka hissəsində də yeri var. İndi isə daxil oluruq mətbəxinə. Bax, geniş bir mətbəxi var. Necə geniş mətbəxi var. Padvalı var, görün nə qədər dik padvalda durmaq olar, fikir verirsiniz. Tam hər tərəfə qoşadaşla tikilibdir. Yine qeyd edirəm, evimiz çoxdan tikilmiş evdir, şəxsi ev olub. Şəxsi özünə tikilmiş evdir. Təzə remont olunub, satışa çıxarılıbdır. İndi isə pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Pilləkən betondur. Burada bir büyük bir otaqdır. Çok güzel evdi. Demək olar villa. Bu dördüncü otaqdır. Beşinci otaqdır. Burada altıncı otaqdır. Otaqlar işıqlıdır, genişdir otaqlar. Böyük kvadratlardır. Burada ise eyvandır. Böyle balkonudur. Burada bir balkonu var.
Balkonun qıraq hissələri dəmir barmaqlarla mühafizə olunacaq. Doğrudan da ev gözəl evdir. Kim istəsə əlaqə saxlayıb gəlib baxa bilər. Evimizin start qiyməti 150.000 manatdır. Aşağı yeri var. Tam mülkiyyət çıxarışlı bir evdir. Otaqlar da yeridir. Pis deyil, genişdir otaqlarda. Deməli, yuxarıda 3 otaq, bir zal, 4 otaq demək olar yuxarıda. Aşağıda isə bir zal, böyük bir zal, 2 otaq aşağıda. Demək olar 7 otaqdan ibarətdir evimiz. Kim alsa udar. Demək olar çox gözəl bir evdir. Mətbəx elə böyük bir otaqdır demək olar. Bir verirsiniz, mətbəx böyük bir otaqdır. Sağ olun, Allah'a emanet. Aşağıdan nömrəmizi qeyd edəcəyik. Kim istəsə zəng edib əlaqə saxlaya bilər. Gəlib baxa bilər. Sağ olun.